Hal-hazırda qabıqaltı calağımızı eləyirik. Səbuhi bağ mütəxəssisidir. Hal-hazırda gördüyünüz kimi bu alma ağacıdır. Belə qiymətli də alma değildi. Çox tuş, bərk bir alma idi. Biz bunu istəyirik Zaqataladan bizə çox gözəl, dadlı, sulu armud göndəriblər. Bax, hal-hazırda calağın yerləşdirilməsi gedir bizdə. Baxın, daha dəqiq göstərirəm sizə. Əsas o puf nöqtələri də izah elə. Yəni onun hansı hissəsini biz yonuruq, niyə yonuruq? Yonduğumuz zaman çalışmalıyıq ki, bax bu görürsünüz pöhrəni. Pöhrə tərəfdən yox, pöhrənin arxa tərəfindən kəsik açırıq. Pöhrə elə bil ki qalır üzdə. Bax, qabığın altına yerləşdiririk bir pöhrə. Bax, görürsünüz qabıqdan görsənir. Və üçüncü pöhrədə artıq kəsirik. Mütləq bayıra baxan ağacın içərisinə yox, bayıra baxan pöhrədən kəsirik. Sonra da izolyasiya lentinin mütləq yapışqan olmayan tərəfi ilə bağlayırıq ki, kimyəvi maddə ilə təmas olmasın. Çalışın elə budama işlərində də ağacın içərisinə doğru hərəkət edən bütün budaqları kəsib götürün. Evet. Nəyə görə ki, həmin budaqlar ağacın içərisində inkişaf eləyir və ağacın daxilində havalanmanın qarşısını saxlayır. Ondan əlavə də ağacın forması çox pis bir formaya gəlir, çıxır. Sabahsı gün meyvə toplayanda, yaxud ki, əgər bu dekorativ ağacdırsa, dekorasiyası pozulur. Meyvə toplayanda da içəri tərəfdə olan meyvələr hava görmədiyinə görə artıq çox zəif bir meyvə əmələ gəlir. Demək olar ki, ağac da gücünü ona verdiyinə görə başqa hissələri zəifləyir. Ona görə hər zaman çalışın ki, calaq vaxtı da, bax görürsünüz, bayırdadır. Görürsünüz, bayırdadır. Calaq vaxtı da, budama vaxtı da ağacın içərisini yüngülləşdirin. Calaq germetik bağlanmalıdır. Hava çəkməməlidir. Və bundan sonra inşallah Allahın köməkliyi ilə həmən ağacın şirəsi yeni vurduğumuz calaqlara keçəcək və inkişaf başlayacaq. Başlayacaq, nə başlayacaq? İnşallah. Hər zamanda bağınızın bütün problemləri, bütün calaq işləri, ondan sonra budama işləri, sonra gübrələnmədir, sonra dərmanlamadır, ağacların, güllərin, başqa dekorativ bitkilərin xəstəlikləridir, onların bərpasıdır. Yəni estetik görünüşün yaradılmasıdır. Bağ mütəxəssisi Səbuhi Nəsibova siz müraciət edə bilərsiniz. Videonun axırında inşallah mən onun nömrəsini qoyacağam. Denən əmi, denən. Mən deyəndə inanmırlar. Deyirlər ağac öz-özünə yaşamalıdır. Onu sulamırlar, Yox, bu belə deyil. Yəni bunu nadan adam deyə bilər. Çünki gəlin belə götürək. Allahın yaratdığı hər bir canlı xeyirli olsun. Bax görürsünüzmü? Bax belə bir formada calaq olundu. Allahın yaratdığı hər bir canlının mütəxəssisə ehtiyacı var. Lap özümüzdən götürək. Evladımız olur, körpə uşağımız olur. Mütləq pediatra onu göstəririk. Bizim görmədiyimiz hansısa bir narahatçılıqlar olur. O narahatçılıqlar
Estağfurullah, Allah eləməsin. Sabahsı gün o uşaqda elə bir fəsad yaradır ki, uşaq inkişafdan qalır, cürbəcür pis xəstəliklər əmələ gəlir. Ağac da elədir, bitki də elədir. Uzun müddət mən özüm də bu bitkilərlə, ağaclarla məşğulum, ancaq ki, səbuh kimi düzdür. Elə bir mütəxəssis deyiləm, amma ki, ağacın, bitkinin, yəni ki, Allahın yaratdığı bütün canlıların problemini daha çox öyrənməyə çalışıram. Əgər ki, ağacı, gülü, hansısa bir bitkini əkmisinizsə, onu yaşatmağa siz məcbursunuz. Çünki Allah sizin qarşınızda bu missiyanı qoyubdur. Əgər ki, ona baxmayacaqsınızsa, günah eləyib əkməyin. Əgər ona qulluq etməyəcəksinizsə, o öləcəksə, quruyacaqsa, bu artıq lənətdir. Bu, o işə bənzəyir ki, bir ana evlad dünyaya getirir və onu böyütmədən elə körpə vaxtında, yaxud ki, başqa vaxtında küçəyə tullayır. Bitki də belədir, ağac da belədir, baxın. Körətmə bizi, körətmə. Yox, körətmirlər. Baxın, bax, calaqların təmizlənməsi belə gedir. Bayaq dediyim kimi, pöhrənin arxa tərəfindən. Çalışın, istifadə elədiyiniz bütün alətlər həm dezinfeksiya olunsun, həm də iti olsun ki, ağaçlara, calaqlara həddən artıq ziyan verməsin. Ümumiyyətlə, mən tövsiyə edərdim ki, bağ salanda, yəni ki, uzun müddətli bağ salanda, bitkilər əkəndə mütləq və mütləq mütəxəssisə müraciət edin. Necə ki, başımız ağrıyanda, yaxud ki, özümüzə bir paltar alanda mütəxəssisə müraciət edirik. Hansını alaq? Hansı firma yaxşıdır? Hansı həkim yaxşıdır? Bitkilər də belədir. Mütəxəssisə mütləq müraciət edin. Mütəxəssisimiz də ki, demək olar ki, Abşeronda onu tanımayan yoxdur. Bir var ki, deyirlər, filan kəs, nə bilim, ağac kəsəndir, yaxud meynə başı kəsəndir, bu başqa bir şeydir. Onu mən də kəsəm və fəsadı da olmur. Lakin onu düzgün kəsəndə, düzgün formalaşdıranda, sabahsı gün onun gətirdiyi meyvə də çox olur, sağlam olur. Ona görə mütləq mütəxəssisə müraciət edin. Adi bir şeyi görsədim sizə, baxın. Calağın səliqəsinə. Yəni ki, mən bunu bacarmazdım. Hansısa bir şeylə bunu bağlayacaqdım, heç olub gedəcəkdi. Ancaq ki, bu ağacdan sabahları evladlarım yeyəcək, nəvələrim yeyəcək, onlar üçün çalışıram. Bizə də bir rəhmət oxuyacaq. Hər şeyin düzgününü eləmək borcumuzdur. Qarşımızda Allah tərəfindən qoyulan bir missiyadır. Bu ən asan calaq növüdür, qabıq arxası. Hətta bu işə həvəs göstərib, heç ümumiyyətlə, heç vaxt calaq eləməmiş, bağ işlərindən anlayışı olmayan adam da belə bu calağı çox asanlıqla eləyə bilər. Mənim bir neçə calaq növündən ən sevdiyim calaqlardandır. Və prob eləyin, siz də cəhd eləyin, sizdə də alınacaq inşallah. Çəkinməyin təcrübə toplamaqdan. İnanıram ki, calaqlar bitəndən sonra xoş şirin meyvəsi ilə sizi hələ çox sevindirəcək.
Səbuhi bu calağı tam bağlayana qədər bir tövsiyə də mən sizə verim. Əsasən son zamanlar bizim Abşeronumuzda çox yadelli bitkilərin çoxalması müşahidə olunur. Bu da işbazların xaricdən Abşeronun iqliminə yad olan bitkilərin gətirilməsidir. Onların bağlarda əkilməsidir. Bu kommersiyadır. Yəni ki, faktiki onu satan adam mütəxəssis deyil. Onun Abşeron şəraitində necə böyüyəcəyi, necə yetişəcəyi onu maraqlandırmır. O gətirdi, satdı. Bir çoxumuz da buna maraq göstəririk. Amma ki, bilsəz daha yaxşıdır ki, Abşeronun iqlimi həddindən artıq sərtdir. Çünki biz elə bir qurşaqda yaşayırıq ki, bu qurşaq yarım səhra iqlimidir. Bu yarım səhra iqlimi də ki, özünüz bilirsiniz ki, yaxınlıqda dəniz var və bu dənizə görə də iqlimimiz həddindən artıq dəyişə bilir. Baxın, neçə illər bizdə qış olmadı, ancaq bu ilki qışda 4-5 günlük qış nə qədər fəsadlar yaratdı. Hər zamanda quru küləklər, yəni cənubdan əsən quru küləklər, əsasən də Türkmənistan səhrasından özünüz çox görmüsünüz. Gələn o tozlar Abşeronda bir çox bitkilərə, yəni yabanı bitkilərə, yəni ki, yad bitkilərə çox ziyan verə bilir. Ona görə də hər zaman bitki alarkən, onu əkərkən, onu böyütmək istərkən mütləq və mütləq mütəxəssisə müraciət olunmalıdır. Bundan çəkinməyin. Yəni ki, belə götürəndə aparıb 500 manat ağaca verirsiniz, 50 manat, 100 manat mütəxəssisə verməyi istəmirsiniz. Sabahlar 500 manat da gedir işinin dalıcan. Neçə aylar çəkdiyiniz, suladığınız əziyyətiniz də gedir işinin dalıcan. Hər birinizin bağı, bağçası çiçəkli olmaq ümidi ilə hələlik bu videomuzu bitiririk. Dediyim kimi, Səbuhi Nəsibovun telefonunu mən videonun axırında qoyacağım. Hər biriniz salamat olun.